Hər vaxtınız xeyir olsun Nuraynə. Dediyiniz kimi Azərbaycana turist axını 1,6% azalıb və yenə son statistik göstəricilərə görə bu ilin yanvar-avqust aylarında Azərbaycana gələn turistlərin sayında yenə ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azalma var. Eyni zamanda Azərbaycandan gedən, dünyanın 182 ölkəsinə gedən turistlərin sayında da həmçinin eyni tendensiya müşahidə olunur. 2,7% azalma var. Ümumiyyətlə bunu şərtləndirən səbəblər nələrdir və bu Azərbaycanın turizm potensialına hansı formada təsir göstərəcək? Daha detallı informasiyanı ilə hazırda qonağım turizm eksperti Rəhman Quliyevdən alacağıq. Xoş gördük Rəhman bəy. Təfərrüatları sizdən eşidək. Buyurun. Salam. Bugün Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunub saxlanması, eyni zamanda Azərbaycanda aparılan uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycanda turist axınının davamlı, dayanıqlı olmasını deməyə əsas verir. Bugün təəssüflər olsun ki, bizdən asılı olmayan səbəblər də var. Bu səbəblər də təbii ki, sir deyil ki, bütün dünyada baş verən siyasi gərginlər, müharibələr, bunlar hamısı həmin ölkələrdən vaxtilə Azərbaycana kütləvi sürətdə gələn turistlərin turist qabiliyyətini aşağı salır. Təbii ki, müharibə gedən ölkələrdə insanların sosial rifahı, iqtisadi durumu aşağı düşür. Bu da yəni bir növ xarici səfərlərin getməsində ciddi maneələr törədir. Bugünkü gündə Azərbaycan hüdudlarından kənara gedən turistlərin sayında da təbii ki, azalmanı biz müşahidə ediriksə, təbii ki, bunun bir yeganə məsələlərdən biri odur ki, bu il bir neçə ildə artıq Azərbaycanda daxili turizmin təşviqi çox yüksək səviyyədə gedir. Bugünkü gündə, yəni biz keçən il nəzər salsaq görərik ki, paytaxtdan kənara, məsələn, xüsusən də işğaldan azad olmuş ərazilərimizə və digər ərazilərimizə daha çox turist getdi. Nəinki Azərbaycan hüdudlarından kənara. Yəni bugün Azərbaycan hüdudlarından kənara gedən turist kütləsinin böyük bir hissəsi bizim regionlara səfər etdi. Bu da təbii ki, regionlarda yeni komplekslərin, turist komplekslərin açılması, otellərin inşa olunması, xüsusən də işğaldan azad olunmuş ərazilərimiz Qarabağ İqtisadi rayonu və Şərqi Zəngəzur İqtisadi rayonunda turist axını daha çox getdi. Bu baxımdan, yəni Azərbaycan hüdudlarından kənara deyil, yəni öz yerli bazalarımıza səfər etməyə daha çox üstünlük verdi. Ümumi olaraq bugünkü gündə təbii ki, yenə də qayıdıram Azərbaycana gələn turist sayının azalmasına. Təbii ki, bugünkü gündə yenə də bütün dünyada baş verən müharibələr, eyni zamanda bilirsiniz, Rusiya bazarı Azərbaycan üçün önəmli bir bazar idi. Rusiya vətəndaşlarının bugünkü gündə, yəni Rusiya-Ukrayna müharibəsi fonunda, yəni Rusiya vətəndaşlarının müharibəyə cəlb olunması, ardıcıl səfərbərliklərin təşkil olunması və Rusiya vətəndaşlarının ölkədən çıxışına məhdudiyyətlərin qoyulması və o ölkə vətəndaşlarının iqtisadi durumunun aşağı düşməsi, eyni zamanda yaxın şərqdə baş verən siyasi gərginliklər, hansı ki, burada bilirsiniz, yəni pandemiyadan qabaqçı dövrdə də İrandan kütləvi sürətdə turistlər gəldi. Həmin ölkədən də bugünkü gündə vəziyyətin yaxşı olmaması təbii ki, Azərbaycana gələn turist sayının azalmasını qaçılmaz edir. Təşəkkür edirəm. Çox sağ olun, detallı şəkildə məlumatları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Yəni Azərbaycandan, yəni həm Azərbaycanın digər ölkələrə gedən turistlərin sayında, eyni zamanda Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunur və təbii ki, bütün bu proseslərin ən başında da elə dünyada baş verən gərgin geosiyasi vəziyyətdir ki, turizm sahəsinə də təsirsiz ötüşmür. Amma təbii ki, bizim işğaldan azad olunan torpaqlarımıza edilən səfərlər həm ölkə daxili, həm də ölkə xaricindən gələn şəxslərin etdiyi səfərlər də potensialın yəni qaydada saxlanmasına böyük kömək olur. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Söz yenidən sizdədir.